başlayıram mən. Deməli, kursor getdi. Tamam yoldaşlar. İndi isə biz danışacağıq yanğın söndürmə sistemləri. Səsim gəlir? Bəli. Tamam. Yoldaşlar, yanğın söndürmə sistemləri, belə deyim sizə, hər bir müəssisədə istehsal etdiyi məhsullara görə ümumi olaraq yanğın söndürmə sistemləri qoşulmalıdır. Hansı ki, bunlar biraz baha başa gəlir, ona görə müəssisələr bundan çəkinirlər, etməyə çalışmır. Amma milyon dollarlıq, milyon manatlıq malların yanmasının qarşısını almış olur. Hansı ki, bu yaxınlarda Sədrəyədə ambarda baş verən yanğında, orada yanğın söndürmə sistemi olsaydı, doğru şəkildə quraşdırılsaydı və doğru yanğın söndürmə sistemindən istifadə edilsəydi, bu yanğın baş versə belə, onu söndürmüş olacaqdı. Baxın, yanğın söndürmə sistemlərində hansılar var? Birinci gəlir sprinkler. Sprinkler çiləyici deməkdir ingilis dilində. Nədən ibarətdir? 4 şeydən ibarətdir. Su mənbəyi, nasos, boru, başlıqlardan. Bunlardan ibarətdir. Gətirdik biz su mənbəyimizi, qoyduq, nasosumuzu qoyduq, boruları çəkdik, başlıqları yerləşdirdik, bu qədər və s. Artıq hazır olmuş olacaq. Bir dəqiqə üzr istəyirəm. Əlavə edeyim yoldaşı. Biz bunu yerləşdirsək, hazır olacaq və hər hansısa bir yanğında, üzr istəyirəm, bir dəqiqə gözləyim. Hər hansısa bir yanğında biz bu sprinklerlərin bizə nə qədər dəstək olacağını, nə qədər yardım edəcəyini görəcəyik. Elə bir yerdə istifadə etməliyik ki, biz bunu mütləq şəkildə. Orada yanğın baş versə belə, deyək ki, hər hansı elektriklə bağlı bir problem olmasın. Mən gətirmişəm sprinkler quraşdırmışam. Bu yaxınlarda yoldaşlarım biri yazmışdı bizim SHP qrupumuza ki, bəs bizdə sprinkler quraşdırıblar, bunu necə biz təmizliyini həyata keçirə bilərik? Yəni, bunu sınaq eləyə bilərik. Bunu yoldaşlar, elə hər bir yerin özünə məxsus, üzr istəyirəm, əlavə edeyim yoldaşı yenidən. Yoldaşlar, gecikməyin, xahiş edirəm. Kimlər varsa deyin, gəlsin, başlayalım artıq. Olar ki, 5 dəqiqə gözləyək, çünki yeni qatılanlar olur, mövzunu dayandırıb, yenidən onlara əlavə edirik. Tamam. 5 dəqiqə gözləyək, sonra yeni qatılanları qəbul edərik, mövzumuz bitəndən sonra. Tamam, onda danışın, mən davam edirəm. Siz davam edin, bəli, yeni qatılanları mövzu bitəndən sonra əlavə edək. Tamam. Şahid bəy, üzr istəyirəm. Ekran əgər paylaşmışsınızsa, o görsənmir ha, yəni slayd görsənmir. Üzr istəyirəm, yoldaşlar, bizi dəqiqə yenidən paylaşım mən bunu. İndi görə bilirsiniz, yoldaşlar. Bəli. Gözəl. Bu sprinklerləri quraşdırdığımız yerdə mütləq şəkildə biz orada olan materialları nəzarət başlamalıyıq. Yəni, bu sudur, gəldi, vurdu, mənim orada hər hansısa deyək ki, bir misal olaraq deyirəm, bir avadanlığım var, o onu xarab eləyəcəksə, mən o sprinklerləri quraşdırmalı deyiləm. Onun əvəzinə digər əvəzləyici sistemlər var, onları quraşdırmalı. Sprinklerlərdə rəng kodları var. Baxın, burada görürsünüz, məsələn, qırmızı rəngdir. Bu rəng kodları var ki, hansı temperatura çatan kimi başlayır, o civə var deyə, belə deyək də, o başlayır partlama və alovu saçmağa. Sprinklerlər ildə ən azı 2-3 dəfə lisenziyalı şirkətlər tərəfindən təmizlənməlidir. Sprinkler açılır, çıxardılır. O boruda olan, o belə deyim də sizə, o qədər istifadə olunmur ki, artıq su təmizlənmir ki, o su mənbəyində olan, nasosun vurduğu, borulara vurduğu çirkab sular artıq yığışıb qalırdı və işə düşsə belə, yanğın baş verir, işə düşsə belə, o qədər effekt vermir, effektini itirmiş olur. Ona görə biz sprinklerlər ən az ildə 3 dəfə lisenziyalı şirkətləri çağırıb təmizlətmə işini həyata keçirməliyik. Gəldik yoldaşlar, su duman söndürmə sistemləri. Bu su duman söndürmə sistemi necədir? Baxın, sprinklerlər kimi işləyir, amma əsas fərq budur ki, çox kiçik hissələrə bölür suları, çox kiçik. Və o, hansı ki yerə vurursa o suyu, başlayır orada bir buxar yaratmağa. Gözümüzün qabağında canlandırın, bir yanğın hadisəsi baş verir. Və yanğın hadisəsi baş verən zaman o su vurur onun üzərinə, başlayır ətrafda o yanğını soyutmağa və havada başlayır buxar yaranmağa. Buxar da oksigeni azaldır. Oksigeni azaltdığına görə yanğını söndürmüş olur. Gəlir köprü yanğın söndürmə sistemləri. Köprü yanğın söndürmə sistemləri böyük ambarlarda istifadə olunur. Hansı ki, bu ambarlar neft emal zavodlarda və yaxud deyək ki, hər hansısa bir köprüdən zərər görməyən yerlərdə. Bunlar da yenə 3-cü lisenziyası olan şirkətləri çağırır. Bunlar gəlib burada bu işləri həyata keçirirlər. Təyyarə anqarları kimi böyük əraziləri qorumaq üçün yüksək genişlənən köprülərdən istifadə edən qurğulardan istifadə olunur. Baxın, mən sizə bir misal çəkeyim. Sədərəkdə
olan yerə, mən indi bilmirəm oranın içərisində olan elektrik xəttini və yaxud məhv ola bilən, köpüyə qarşı həssas ola bilən materiallar bilmirəm. Amma onu bilirəm ki, uşaq oyuncaqları deyilir. Uşaq oyuncaqları nədən hazırlanır? Plastikdən, neftdən. Və burada köpük istifadə olunsaydı, köpüklü yanğın söndürmə sistemi quraşdırılsaydı, o yanğının qarşısını almaq çox rahat bir şəkildə olmuş olar. Bir dəqiqə üzr istəyirəm, mən əlavə edeyim yoldaşı yenidən. Kim varsa. Ekran görsənirdə yəqin ki, yoldaşlar. Daha sonra danışaq quru kimyəvi toz söndürmə sistemləri. Bu söndürmə sistemləri B, C, D siniflərinə məxsus olan yanğınlar üçün istifadə olunur, orada aparılır. Hansı ki, onlar adətən neft embarlar və qazanxanalar kimi sahələrdə də istifadə olunur. Çünki onlar yanğın boğulma yoluyla söndürülürlər və kifayət qədər soyuducu təsir göstərməməsi onları güclü istiliyə baş verə biləcəyi və yenidən alınma ehtimalı olan yanğınlarda istifadə üçün yararsız edir. Nəyə nəzərdə tutur, yoldaşlar? Baxın, misal olaraq deyək ki, bu hər hansısa bir rezervuardır və yaxud çəndir. Burada yanğın baş verib, tozu vurdum, söndürdü bunu. Adi bir qığılcımdan yenidən alışacaqlar. Ona görə bunun müsbət tərəfi olduğu kimi, hansı ki, B, C, D yanğından istifadə olunduğu kimi, mənfi tərəfi də var, B yanğınlarından. Yenidən alışma ehtimalları var bunun. Qaz söndürmə sistemləri, karbon dioksid nəzərdə tutulur. Burada elektrik avadanlıqlarına daha çox istifadə olunur bunlar. Çünki bunlar həmin o elektriklə baş verən yanğınların söndürülməsi üçün ən ideal yanğın söndürmə sistemləridir. Hansı ki, bu yanğın söndürmə sistemləri ekoloji təmiz yanğın söndürmə qazları da var. Bunlar içərisində təkcə karbon dioksid deyil, FM200 var, Novik 1230 var, Halon var, ENAF var və Intert var. FM200 qaz sistemini yəqin ki, siz görmüsünüz, yoldaşlar. Deyək ki, elektrik işlədir, onun böyrünə gəlib quraşdırırlar. Orada bir yanğın olan zaman artıq içəri o qazı verib söndürmüş olur. Unutmayın, yoldaşlar, karbon dioksidinə tozlu balon hər ikisinin yanğınlar üçün istifadə edə bilərik. Həm karbon dioksidi, həm tozlu balonu. Amma bir fərqi var. Qapalı sahədə biz karbon dioksid istifadə edə bilməliyik. Qapalı sahədə biz elektrik işləyində yanğın olan zaman biz tozlu balondan istifadə etməliyik. Lakin unutmayın, tozlu balon həmin o avadanlığı sıradan çıxartmış olur. Hansı ki, elektrik panosu var idi. Mən çıxartdım, deyək ki, vurdum, söndürdüm tozla və yaxud deyək ki, hansı ki, bu tozla və yaxud karbon dioksidlə onu sıradan çıxartmış olur. Çünki o balaca tozlar gedib onun əsas hissələrini, deyək ki, elementini, mühərrikini falan tutaraq onu sıradan çıxartmış olur. Hər hansı bir avadanlıq və yaxud elektrik işini nəzərdə tutaraq, yəni transformator olsun, generator olsun, turbin olsun və s. Karbon dioksidlə bağlı bir məlumat da verim, yoldaşlar. Bununla bağlı bizim Master Club'da paylaşım eləmişdim. Yenidən bildirim sizə. Karbon dioksid balonları, karbon dioksid ot söndürən balonları daha doğrusu desək. Biz bildik ki, mən hər hansısa bir köklü, tozlu, nə bilim, su, balonu açdım, istifadə elədim. 5 dəqiqə, maksimum 10 dəqiqə onun o təzyiqi düşəcək aşağı və o balon artıq yararsız olacaq. Karbon dioksid elə deyil. Karbon dioksidin tərkibində maye var. Mən onu vuran zaman, istifadə edən zaman o buraxdığı qazdır. İçərisində maye qalır. Nə vaxt bitir? Artıq o düzgün şəkildə saxlanılmadıqda, artıq ondan belə deyim sizə, yoldaşlar, düzgün şəkildə vurulmadıqda onun içərisində, misalən, 6 kiloluq yazıb istifadə edirəm, görürəm ki, 6 kilonun birini istifadə edən 5-i qalır. Halbuki onu vuran müəssisə, bu işi keçirilən müəssisə, onu 5-6 vurmur, 3 vurur və sabah üçün onun tərkibi azalmağa başlayır. Günün qabağında qalır, azalmağa başlayır. Bu sayədə karbon dioksid balonları biz bir neçə dəfə istifadə edə bilərik. FM200 ilə bağlı deyim. FM200 ekoloji cəhətdən təmiz yanğın söndürmə sistemidir. Norveç bunun eynisidir, eyni yanğın söndürmə sistemləridir. Bunlar quraşdıra bilərik müəssisələrimizdə. Halbuki deyək ki, mənim bir anbarım var, mən onu orada quraşdıra bilərəm. Elektrik işləri ilə bağlı, ana panolarla bağlı və s. Halon qazları, yoldaşlar, halon qazları zərərli qazdır. Dünyada artıq istifadə edilmir. Halon balonu da var idi. Hərbidən çox istifadə olunur, istifadə edilmir. ENAF var, ENAF seriyası qaz. Halon qazının alternativi olan qazdır. Bunlar da artıq demək olar ki, dünyada istifadə edilmir. Çünki ekoloji təmiz deyil. Bir də Intert qazlar var. Yanğın zamanı kimyəvi reaksiyaya girmir. Azot və argon kimi qazlardır. Yanğının söndürülməsinin başqa bir üsulu yanğın sahəsində Intert qazı dolaraq ətrafdakı oksigen miqdarını azaltmış olur. Yəni, həm belə deyim, halon, həm ENAF, həm Intert, həm karbon dioksid. Bu dördü havada olan oksigeni kəsmiş olur və kəsən zaman artıq boğulma hadisəsi baş vermiş ola bilər. Tamam, yoldaşlar, mətbəx yanğın söndürmə sistemləri var. Bunlar digərlərindən fərqlidir. Nədir əsas fərqi? Əsas fərqi odur ki, bunlar mətbəxdə istifadə olunur. Baxın, bütün dünyada ən çox yanğınlar olur mətbəxdə. Niyə? Baxın. Bizim aspiratorlar deyirik. Aspirator içəridə olan yağ, qoxunu və s. alır, atır çölə.
Onlarda ildə ən azı 2 dəfə, 3 dəfə təmizlik işi həyata keçirilməlidir. Onların o bacaları təmizlənməlidir. O içəridən aldığı yağlar gedib borunun hər hansı hissəsini tutur və buradan çıxan bir dənə qığılcım düşər oralara böyük bir yanğın çıxara bilər. Necə ki, Türkiyədə Grand Hoteldə, Grand Kartal Oteldə baş verən yanğın kimi. O da mətbəxdə çıxmışdır. Və yoldaşlar, ən vacib məsələ odur ki, bu yanğınları hər hansı biz toz yuyurum, söndürüm, köpük götürüm, kimyəvi köpük, su və s. heç birisindən söndürmək olmur. Çünki yağdır. Baş verdi, anında başlayır alışmağa. Və bunun üçün də mütləq şəkildə mətbəx yanğınlarını söndürmə sistemləri var. Bunlar deyirlər, aspirator başlıqları qoşulur ora, eyni sprinkler kimidir. Müəyyən bir istilik hərarəti var. Yanğın olan kimi avtomatik olaraq düşən kimi artıq o hansı ki bacada, boruda və s. aspiratorda yanğın baş veribsə, onu söndürmüş olur. Ev sinifinə həmçinin biz kimya köpüklü balonlarla da söndürə bilərik. Bu balonlar çox bahadır. Dünyada yəni o qədər də istifadə olunmur. Çünki şirkətlər, müəssisələr buna pul xərcləmək istəmirlər. Onun əvəzinə tozlu və yaxud deyək ki, köpüklü balondan istifadə edirlər. Tozlu balonda yenə o hansısa bir makina varsa, deyək ki, soban var. Sobanın o mühərrikini sıradan çıxardır, hissələrini sıradan çıxardır, toz vəziyyətinə salır onun içərisini. Köpük isə yoldaşdır. Köpük vurursan sönür, amma bitən kimi yenidən alışa bilər. Yenidən alışma ehtimalı var. Ona görə yaş kimya balonları dünyada dəqiq qiymətini bilmirəm. 1-2 il bundan qabaq oxumuşdum ki, onun qiyməti $200 yaxın qiymətə bərabərdir. Həm karbon dioksid, həm o bahalı balonlardır. Amma tozlu balon ən ucuz balon. Tozlu balon ən ucuz balon başa gəlir. Bir də balonlar haqqında sizə məlumat verim yoldaşlar. Bu məsələni qoyum digər məsələyə keçim. 2 cürə balonlar var. Biri var Avropa standartında olan balonlar. Onlar çox gözəl balonlar. Elə bil ki, balonun içərisində bir dənə balon var. Yanğın baş verdi, artıq onu rahat bir şəkildə istifadə edə bilərik. Ya partlama, hər hansı bir hadisə ehtimalı sıfıra bərabərdir. Bir də var ki, belə deyim də, bu əldə hazırlanan və yaxud İrandan alınan balonlar, belə deyim. O balonlar isə o qədər keyfiyyətli balonlar deyil. Onların təzyiqi düşə bilər, onlar partlaya da bilir əldə, bəli. Yüksək təzyiqdə partlaya bilər. Misalən, mən sizə balonlarla bağlı qısa bir məlumat verim. Siz əgər istəyirsinizsə ki, hansı balonun, hansı yanğınlarda keyfiyyətli olmasını biləsiniz, mütləq şəkildə ondan istifadə edin. Mən burada bir ayda sizə təlim keçsəm, desəm ki, məsələn, köpüklü balon C yanğınlarını istifadə eləmək olmur. Siz onu realda istifadə etməsəz, siz onu görə bilməzsiniz. Realda hər bir balonu açıb istifadə etmək lazımdır ki, biz onu bilək ki, bu balonun hansı keyfiyyəti var və hansı söndürmə sistemlərini həyata keçirirlər. Və işçilərə də həmçinin, bütün işçilərə də balonların istifadə qaydasını öyrətmək lazımdır. Məsələn, onun manometri var. Manometrini göstərən zaman orada deyirəm ki, 3 dənə rəng var. Maşınla gedirik. Hansı maşınla istifadə edirik? Hansı işıqla keçməliyik? Biz deyirlər ki, yaşıl, ayısı. Qırmızıda keçə bilərik? Yox. Qırmızı artıq yol bağlanıb keçə bilərik. Sarıda keçə bilərik? Yox. Niyə? Təhlükəlidir. Yəni, sarı rəngin olması bir təhlükədir. İstifadə edildiyiniz zaman partlaya bilər və o hissəyə xəsarət etə bilər. Ola bilirmi? Ola bilər, yoldaşlar. 2024-cü ilin aprel ayında bir dənə Türkiyədə işçini, elemanı öldürmüşdü. Vuran zaman üzərindən vurmuşdu. Artıq başından atıb, bu başına dəyib, işçinin başına dəyib öldürmüşdü. Ona görə bunlar haqqında işçilərə məlumat vermək lazımdır. Balonları yerə salmasınlar, istifadə edəsinlər, diqqət eləsinlər. Biz haşiyədən kənara çıxmır yoldaşlar. İşçilərə ən çox yanğın təhlükəsizliyinə bağlı öyrətməmiz gerəkən vacib məsələsidir. Yanğın baş verməsin. Öyrətmək lazımdır, yanğın olmasın. Bizim məqsədimiz yanğını söndürmək deyil, yanğın olmasın. Yanğın olsa belə təşvişə düşməsinlər. Bir video var, onu tapıb sizdən bölüşərəm. Bir işçi var, demək yanğın baş verib. Balonla iş yerinin arası 30 metrdir. Bu balonu burada aça yanğın üzərinə gedir. Ora çatanda da boşalır. Yəni bunları öyrətmək lazımdır ki, yanğını hansı formada hərəkət etmək lazımdır, hansı qaydada hərəkət etmək lazımdır ki, onlar bunun haqqında məlumatlı olsunlar və yanğın baş verən zaman qorxmasınlar, çəkinməsinlər. Həmişə mən məsələn UFC döyüşçülərini misal çəkirəm ki, UFC döyüşçülər bir-birinin gözünün içərisinə baxırlar, gözlərini qırpırlar. O birisi qarşısına qorxu verir, sən də ona qorxu verir. Əlin nəsəsə, qolun nəsəsə o yanğınsa sən ram edə bilməyəcəksən. Yəni bunlar haqqında məlumat versəz, o işçilər öyrənib o yanğınların söndürülməsində də bir rol oynaya biləcəklər. Yoxsa əgər təlimat keçməmişsə, onlar haqqında məlumatı yoxdursa, sabah hər hansı bir yanğın baş versə, onlar özlərinə xəsarət etmiş olacaq. Bax, bunlar haqqında mütləq şəkildə, izahlı bir şəkildə videolarla, mən sizlərlə video paylaşmışdım Master Club-da. Onlar haqqında məlumat verin ki, məlumatlı olsunlar. Gəldik yoldaşlar, əsas məsələlərdən biri binaların yanğın təhlükəsizliyi. Binalar yanğın dərəcələrinə görə 5 yerə bölünürlər. Dünya standartında bunlar 4 yerə bölünür, ən axırıncını çıxıblar. Təkcə orada binalar nəzərdə tutulur, istənilən bir yaşayış yerləri nəzərdə tutulur. Məsələn, mənim oturduğum otaq belə bu dərəcələrin əsasına gedir. Birinci dərəcə yüksək oda davamı 2.5 və daha çox saatda yanğına davam etdirir. Bunlar üst mərtəbələrində. Bir bina təsəvvür edin, onun üst mərtəbələrində olur. Hansı ki, yanğın baş verən zaman onlar 2 saat, 3 saat yanğını
yanğına davam edə bilirlər. Yəni yanğın baş verdi, onlar məhv olub getmirlər. Bir taxta fikirləşir, bir də beton fikirləşir. Hansı daha tez yanır? Təbii ki, taxta. Ona görə mütləq şəkildə üst mərtəbə olan yerlərdə daha davam, o da davamlı istifadə, materiallardan istifadə edilərək o binanın istehsalı. Təkcə bina deyil. Misal olaraq mən sizə belə deyim, mənim bir anbarım var, böyük bir anbarım var. Orada yanıcı maddələr var. Məsələn, tez alışan mayelər var, pestitlər var, təkərlər var və s. Yanğın yükü həmçinin bir saniyədə nə qədər enerji buraxır yanğın yükü hesablaması zaman o materiallar var və mən ora yüksək o da davamlı dərəcəsinə malik olan materiallardan istifadə edib o binanı təmin etməliyəm. Təmin etməliyəm ki, sabah baş verən o bina alışıb yanmasın. İkinci dərəcə var, yaxşı o da davamlı konstruksiya var. Təxminən 1.5-2 saata qədər yanğın baş verən zaman o da davam gətirir. Bunlar mütləq şəkildə yenə istifadə olunur, hansı ki tez alışan mayelərdə, anbarlarda, binalarda və s. Üçüncü dərəcə orta davamlıdır. Daşıyıcı konstruksiyalar 0,75, 1 saat, 1 saat yarım davam gətirirlər. Aşağı mərtəbəli binalarda istifadə olunur bunlar. Aşağı mərtəbəli hansı ki o binalarda insanlar toplaşır, çox gəlir, gedir və s. Dördüncü dərəcə aşağı da davamlıdır. Artıq burada çox tez yanır. Taxta materiallar, taxta konstruksiyalar. Məsələn, siz Amerikada gördüyünüz hamınız, Amerikada o boyda evlər yandı. 1 il falan bundan qabaq. O boyda meşə yanğınlarının qarşısını ala bilmədi. Çünki onlar taxtadandır. Dördüncü dərəcə o da davamlı məxsusdur. Və ən nəhayət 5-ci çox aşağıda davamlı. 15-20 dəqiqə alışır yanır. Yəni maksimum 5 dəqiqə, 15 dəqiqə. Məsələn, parniklər deyirlər də bizdə. Deyək ki, o şəmkir tərəfdə falan görmüş olarsınız. Çox parniklər olur. Oradan deyək ki, hər hansı tərəvəz, bostan bitkilər əkilir. Onlar çox adi bir dənə alışqandan başlayacaq alışıb yanmaya. O konstruksiya alışıb yanacaq, taxtadsa, neylon paketlərdirsə, kloklardirsə və s. Bunlar yanacaq. Yəni bunlar 5 yerə bölünürlər. Yoldaşlar, unutmayın, biz tikinti normalları, standartları və qaydaları deyirik də. Burada əsas nəzərdə tutulan şey nədir? Passiv yanğın təhlükəsizliyi var, passiv yanğın təhlükəsizliyi var, aktiv yanğın təhlükəsizliyi var. Diqqətlə qulaq asın yoldaşlar. Əlavə edeyim, bir nəfər də gəlib. Var passiv yanğın təhlükəsizliyi, var aktiv yanğın təhlükəsizliyi. Passiv yanğın təhlükəsizliyi nədir? Aktiv yanğın təhlükəsizliyi nədir? Passiv yanğın təhlükəsizliyi odur ki, bina qurulan zaman onun konstruksiyaları incə göstərdiyim 5 oda davamlı dərəcədən birindən istifadə olunsun. Hansı ki, bunlar birinci, ikinci dərəcə konstruksiyalardır ki, bu konstruksiyalarda yanğın baş verən zaman o bina, obyekt, hər hansısa bir yer yanğına qarşı önlənmiş olur. Yəni, öncədən, bu binanı qururam. Bu binanı quran zaman elə bir materialdan istifadə edirəm ki, o da davamlı olsun. Yəni, yananda dağılmasın. Passiv yanğın təhlükəsizliyi üçün əsas 2 şərt yerinə yetirməlidir. Bina layihəsi yanğının və tüstünün bina daxilində yayılmasının qarşısını alınmalıdır. Bina yanğın zamanı uzun müddət davam etməli və konstruksiya bütövlüyünü qoruyub saxlamalıdır. Birincini izah edim, ikincini izah elədim. Birinci haqqında məlumat verim. Yoldaşlar, baxın, bütün dünyada baş verən yanğınlarda baxsaq, hər il misal olaraq verim. Bu il dünyada 1000 insan öldü. Bu ay yanğında 1000 insan dünyasında yaşayır. Bu 1000 insan, onun 80%, 90%, yəni 800-900 nəfəri tüstüdən boğulur. Əsas tüstüdür. Tüstü yanan zaman, birinci saatda mən izah elədim, göstərim. Bir material yanan zaman, gördüyümüz yanan material deyil. O materialdan çıxan buxar və qazlardır. Yəni, o qazlar insanları zəhərləyib öldürmüş olur. Hansı ki, Allah hamısına rəhmət eləsin. 2015-ci il may ayının 19-da Binəqədidə baş vermiş 16 mərtəbəli binada ölən insanlar, 15-16 insan həyatını itirmişdir. Onların demək olar, hamısı tüstüdən boğulub ölmüşdür. Hamısı tüstüdən boğulmuşdur. Və biz buna qarşı, tüstüyə qarşı hansı tədbirlər var? Passiv yanğın təhlükəsizliyi. Yəni, bina qurulan zaman, mən bu binanı quran zaman, bu otağı quran zaman mütləq şəkildə diqqət etməliyəm. Həm konstruksiyalar, həm də tüstülərə keçməlisən. Tüstülər hardan keçirlər? Tüstülər tavanlardan keçir, bəzən tavanda olan deşiklərdən keçir, pəncərələrdən keçir, misal, boru xəttlərindən keçir ki, bu tüstülər artıq digər yerə yayaraq oradakı insanların təxliyə olunmasını qarşısına almış olur. Daha sonra passiv və yanğın aktiv, passivdən danışdım, indi aktiv yanğın təhlükəsizliyindən danışım. Bu aktiv isə bizim özümüzün, baxın yoldaşlar, biz nələrdən danışdıq? Yanğın söndürmə sistemlərindən danışdıq, həyəcan siqnallarından danışdıq. Biz orada detektorlardan danışdıq. Bunlar aktivdir, yəni biz özümüz qururuq. Tamam, güzel. Bax, deyək ki, birinci dərəcə oda davamlı mən bina qurdum, super, əla, gətirdim orada yerləşdirdim nələri, deyək ki, həyəcan siqnalları, yanğın söndürmə sistemləri, detektorlar və s. Bunlar da aktiv yanğın təhlükəsizliyi hesab olunur. Passiv yanğından mühafizə, yanğını yavaşlatmaq, məhdudlaşdırmaq məqsədi daşıyır. Yəni, bu bina tez yanıb sönməsin, yanan kimi məhv olub getməsin. Mən bunu quraşdırıram ki, gec yanma baş versin. Aktiv isə yanğından mühafizə, yəni yanğının söndürülməsinə yönəlir. Yəni passiv yanğın təhlükəsizliyi nə edir yoldaşlar? Sizdən kimsə soruşsa, passiv yanğın təhlükəsizliyi binanın yanmasının gecikdirilməsi, qarşısının alınması, aktiv isə
onun söndürülməsi, yəni baş verdi. Artıq o yanğın söndürmə sistemləri işə düşərək o yanğını söndürmüş olacaq. Pasiv yanğın sistemləri çoxdur. Bunlardan naşirlər, pasiv yanğın dayandırıcılardır, yanğın bölmələrdir, yanğın divarlardır, yanğın qapısıdır, yanğının pərdəsi və havalandırma boşluqlarıdır ki, bunlardan istifadə edərək hər hansı bir şirkət tikən zamanı bizim müəssisəmiz, biz onu tələb edərik ki, bu sistemlərdən bizdə qursunlar ki, yanğın baş verən zaman artıq o yanğının sürəti azalmış olsun yoldaşlar. Misalən, burada mən sizə bir örnək göstərim. Havalandırma boşluqları var. Havalandırma boşluqları nədir? İstehsalatda işləyənlərimiz varsa bilər. Misal, istehsalatda yerlər var ki, istehsal olan o hansı ki məhsul istehsal olur. Onlar yüksək, hündürlüyü yüksək olur. Yanğın baş verən zaman yanğın tavana çatır. Tavana çatır, başlayır ətrafa yayılır. Biz orada yanğın havalandırma boşluqlarından istifadə edirik ki, o içəridə olan istilik, tüstü yuxarı çıxsın. İçəridə olan insanlar zəhərlənməsin, içəri binaya hər hansı bir zərər gəlməsin. Yanğın pərdəsi odur ki, misalən, deyək ki, 2 dənə tavana vurmuşuq, bir sağa, bir sola. Yanğın digər tərəflərə keçmir. O yanğın pərdəsi 1 saat, 1.5 saat yanğına dözülür. Artıq yanğın havalandırma boşluqlarından yuxarı çıxır. Yanğın qapısı, yanğın qapılarından bağlı sonda mən bir-iki şəkil yerləşdirmişəm yoldaşlar. Yanğın qapıları daimi işlək vəziyyətdə olmalıdır. Biz onları ildə neçə dəfə yoxlamalıyıq. Mütləq şəkildə özü açılıb bağlanmalıdır. Yəni açıldı, bağlanmama kimi bir şey olmamalıdır ki, nəyə görə? Çünki baxın, işçilərə də bunu izah edir. Yoldaş biz deyirik ki, yanğın qapısı daima açılıb bağlanmalıdır. Yəni biz istədiyimiz vaxt onu açıb bağlaya bilərik. Amma da ürəyim istəyən vaxt həmişə oradan gedin gəlin deyə deyil. Sırf yanğın olan zaman, sırf yanğın üçün istifadə edə bilərik biz o qapıları. Və o qapılar niyə bağlanmalıdır? Çünki yanğın baş verir, içəri oksigen daxil olur. O qapı o oksigenin qarşısını almış olur ki, bu yanğının da baş verməsinin qarşısı alınır. Yoldaşlar, bu müəssisədə çəkdiyim şəkillər idi bunlar. Bir yoldaşla getmişdik, həmin müəssisədə bu kayıtları almışam. Baxın, otağı ambar kimi istifadə etmişdilər. Yəni gətirib otağı yığıblar və biz bunu yanğın yükü hesablamasına apardıq ki, 20 kvadratlıq bir otaqda həddindən artıq tez alışa bilən materiallar var ki, adi bir qırılcımda bu yanğın baş verə biləcək. Elektrik xəttlərini yoxladıq ki, misalən, siz görürsünüz, bilməm, burada göstərə bilməm oxlan yoxsa yox. Elektrik xəttləri gəlir burada, kabellər var burada. Bu kabellərdə hər hansı bir nasazlıq olsa, elektrik prizində hər hansı bir boşalma, bir prizdə bir yanğın olsa, o otaqda yanğının qarşısını almaq olmayacaq. Ona görə biz buna bir çözüm tapdıq, yazdıq verir ki, bu otaqdan bütün mallar daşınsın, mütləq şəkildə ambara yerləşdirilsin. Bu görürsünüz bu qapılar. Bu qapılar məsələn avtomatik açılıb bağlanır. Artıq yanğın baş verir, çıxışa getdi. Hər kəs toplandı toplama məntəqəsinə. Misal olaraq deyirəm və qapılar avtomatik olaraq özləri bağlanmış olacaq. Bunlar da daima yoxluq nəzarətini aparmaq lazımdır. Həmən yoldaşla misalən biz burada onların qazanxanasını yoxlamışdıq. Nərdivan validisi qazanxanasına baxmışdıq. Qazanxananın üzərinə dizel dağılmışdı, yana bilən maye halında olan materiallar var idi burada. Onları mütləq şəkildə buradan çıxartdıq və bildirdik ki, tədbir görün. Onlar hansı tədbiri görmüşdülər? Tədbir olur ki, təmizləmişdilər, yenidən tökülmüşdü. Amma biz bildik ki, valfları yoxlayın. Hansı ki yerdən tökülürsə, bunları oradan çıxarmış olun. Daha sonra misalən burada baxırsınız yoldaşlar, hər hansı bir alov qalanı sağ tərəfdə isə deyək ki, alışa bilən otlar, tez yana bilən otlar və s. digər şeylər, materiallar var və biz bildirdik ki, mütləq şəkildə bunu oradan kənarlaşdırın ki, hər hansısa yanğın hadisəsi baş vermiş olmasın. Yoldaşlar, bilmirəm, Sabirabaddan olanınız var yoxsa yox. Sabirabadda pambıq zavod yanmışdı bir neçə il bundan qabaq. 150 metr aralığa qamış yanmışdı. 150 metr aralığa yanan qamışın o balaca qara hissələri gəlib düşüb pambığın üzərində və orada böyük bir yanğın çıxartmış olmuşdu. Yəni o otu görürsünüz də, o ot orada varsa, o demək deyir ki, mən orada setka çəkmişəm ki, hər şey bitdi. Xeyr, bitmir. Mütləq şəkildə oranı, orada olan otlar təmizlənməlidir. Və hansı ki, otlar təmizləməyibsə, orada bu formada hər hansı işi görmək olmaz. Yoldaşlar, baxın, bunlar da yanğın yükünü artırır, səliqəsizlik. Baxın, mən yanğınların baş verməsinin 11 səbəbini göstərdim. Bunlardan biri səliqəsizlikdir. Bir kimcə kibritdir də və yaxud ki, siqaret atdı, ora düşdü, başlayacaq o yanıb, orada alovlanma. Nə etmək lazımdır? Təmiz saxlamaq lazımdır. İş yerinin təmizliyi önəmlidir. Baxın, biz deyirik ki, girişlərdə, çıxışlarda hər hansısa bir onun qarşısını kəsəcək bir şey olmamalıdır. Hər hansı bir alət, avadanlıq olsun və yaxud hər hansısa bir əşya olsun. Görürsünüz, burada girişlər, çıxışlar artıq bağlanmış olur. Gecə işıq söndü, avtomatik deyək ki, mənim kaçak-akım deyiləm var. Kaçak-akım deyiləm atıb, elektriklə yanğın baş verib, o yanğın keçib, divarlar alışıb yanır. Mən necə çıxacam? İşıq da sönüb. Çıxdım, təşvişə düşdüm. Çıxdım, ayağım ilişdi o ayaqqabı qardiroplarından birindən. Yıxıldım, xəsarət aldım, öldüm.
unutmayalım yoldaşlar, dediyim kimi, yanğında ölən insanlar tüstülərdən boğulur, böyük bir hissəsi. Adam gedir, ayağı sürüşür, yıxılır, başı dəyir, yaralanır, ölür, nə bilim, ağır xəsarət almış olur. Buna görə diqqətli olmalıyıq daima. Bax, belə yerləri çıxartmalıyıq ki, bunlar insanlar yanğın baş verən zaman rahat şəkildə çıxa bilsinlər, artıq təşvişə düşməsinlər. Elektrik kabellərindən məlumat verin. Baxın, görürsünüz, burada elektriklə bağlı nə qədər bir səliqə səhmansızlıq var. Hətta kabelin özü belə qaralma var. Bəlkə də yanğın olub, bəlkə də olmayıb. Bu T hərfi ilə görsənən burada qaçaq akım reləsidir. Buna hər hansısa bir yanğın baş verən zaman elektrikdə yüksək isinmə olduğu zaman və ya yüksək yüklənmə olduğu zaman atır. Çox effektlidir, çox effektlidir. Lakin nə zaman effektli olur? Torpaqlama yaxşı olsa. İldə bir dəfə ən azı torpaqlamanı biz gəlib bir şirkət çağırıb onu yoxlatmalıyıq. Niyə görə yoxlatmalıyıq ildə bir dəfə? Çünki o torpaqlama zamanla öz keyfiyyətini itirə bilər və o torpağın suxurundan da asılıdır. Biz ildə bir neçə dəfə də eləyə bilərik. Bir neçə dəfə də bu işi həyata keçirə bilərik. Əsas odur, gəlsinlər, yoxlasınlar onu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələndə bizdən ona yaxın sənəd istəyirlər. Ona yaxın sənədləri paylaşmışam sizlərlə. Hansı ki, bu sənədlərdən biri və birincisi də ki, torpaqlama ilə bağlıdır. Ki, torpaqlama işləri həyata keçirilib, yoxsa yox. Dolayısıyla bundan əlavə mən sizə, indi burada bizdə şəkillər yox idi, tapıb yerləşdirməmişəm. Baxın, bir ambara gedirsiniz, bir ambara. Bir ambarda hansı risklər, hansı təhlükələr var, onlar haqqında sizə məlumat vermiş olacağım. Demək ki, mən getdim bir ambara, misal olaraq dünən axşam mən bunu fikirləşdim, yazdım, müəyyən qeydlər apardım. Hər bir ambarda, yoldaşlar, hər bir yerdə, baxın, 85 nömrə əmrin 1.5 bəndinin əsas tutaraq, hər bir yerin otaq olsun, istehsalat olsun, avadanlıq olsun, tez alışa bilən, deyək ki, hər hansısa bir konstruksiyaya malik olan bir yer olsun, fərqi yoxdur. Har olsun, ora yanğın təhlükəsindən bağlı cavabdeh şəxs təyin etməli. Əgər cavabdeh şəxs təyin etməmişsə, burada məsuliyyət kimin üzərində qalır? Burada məsuliyyət qalır işə götürənin, burada məsuliyyət qalır bizim səthənin. Çünki biz nəzarət edən şəxsik. Biz nəzarət edirik ki, hər hansısa bir yerdə bir yanğın hadisəsi, bir partlayış, bir hadisə olmasın. Və bugünkü gündə mən ora cavabdeh şəxsin olmasını tələb etməmişəmsə, mən bunu yazılı şəkildə bilməmişəmsə, bunun özü bir problemdir. Yanğın təhlükəsində bağlı cavabdeh şəxsin təyin edilməməsi. Bu ambarda olan təhlükələrdən biridir. Bunu sizlə paylaşacağım, özünüz digər hissələrini oxuyarsınız. İşçilərə ildə bir dəfədən az olmayaraq yanğın təhlükəsində bağlı təlimatlandırılmaması. Bu da böyük bir təhlükə hesab edə bilərik. Niyə? Çünki yanğın baş verdi, işçi bilmir necə çıxsın, işçi bilmir necə söndürsün. O adam artıq özünə xəsarət yetirmiş olacaq. Siqaret çəkmək üçün yerləri təyin edilməməsi. Ambarlarda mən çox ambarda görmüşəm. Adam ağzında siqaret sağa gedir, sola gedir. Bu olmaz. Bunun özü bir qəsdən yandırılmaya bərabər bir şeydir. Çünki misalən, mən həmən adamdan bir prinsipim var, örnək olaraq deyirəm. Gəldim, yandırdım ambarını. Necə olacaq? Sən sübut elə ki, o siqaretdən olmuşdur. Mən yandırmışam onu. Ona görə siqaret çəkmək üçün yerlər təyin edilməlidir. Və siqaret çəkilmək üçün yerlər təyin edilsə də, birinci dəstə dediyim kimi, orada sudur, balondur və s. qoyulmalıdır və ən əsası müəssisədə fikir verin onlara, yoldaşlar. Deyək ki, bu siqaret çəkilmək üçün qoyulan kül qabıdır. Bu da yerində tullantılar atılan bir qabdır. Onlar yanaşı qoyurlar, çox vaxtı bir yanına. Adam da bilmədi, bir fəhlədir, bir kənardan gələn birisi. Siqaret atdı onun içərisində və düşən hissə orada bir yanğın çıxartdı. O yanğında elektrik kabelinə keçdi, neynədi? O boyda müəssisənin ambarı alışdı yanına. Yəni ona görə siqaret çəkmək üçün təyin edilmiş yerlə tulantı qablara yaxın yerləşdirilməsi bir təhlükədir. Elektrik sistemlərinin vaxtaşırı yoxlama aparılması. Yoldaşlar, ambarların ən böyük problemlərindən biri elektrik sistemləridir. Elektrik sistemləri daimi yoxlama aparılmalı. Hansı ki, bu mütəxəssislər olmalıdır, bu mütəxəssislər, elektrik mütəxəssislər olmalıdır. Ən az ayda bir dəfə yoxlama aparılmalıdır. Diqqət eləməlidirlər ki, orada hər hansısa bir elektrik kabelində bir problem olmasın. Bu problem olduğu zaman, bu zamanla neçə milyon manatlıq ambarın yanmasına səbəb olmuş olur. Fövqəladə vəziyyətə planının olmaması fövqəladə vəziyyət planı olmalıdır. Oldu da, təkcə yanğınla bağlı demirəm. Misal olaraq deyirəm, misal örnək olaraq. Bir stellajdır. Arasında avtokar, forklift hərəkət elədi. Vurdu o boyda stellajı aşırtdı. Kim nə edəcəyini bilməyəcək. Və yaxud yanğın baş verən zaman kim necə müdaxilə edəcəyini bilməyəcək. Baxın, mən birinci dərsdə misal olaraq sizə söylədim. 30 milyon manatlıq ambarı olan bir şirkət yanında. Onun içərisində olan işçilər, çox təəssüflər olsun ki, o od söndürən balonlardan istifadə edib o balonu söndürə bilməmişlər. Yəni, siz vəziyyətə baxırsınız. Çünki fövqəladə vəziyyətə hazır deyil. Onlar təlimatlandırılmır, öyrədilmir. Onları bizim qanunvericilikdə də var. Biz könüllü yanğın dəstələri yarada bilərik.
yarada bilərik deyir. Demir ki, yaratmalısın. Yarada bilərik. Yarat da qardaş, bunu yarat, istifadə elə ki, sabah yanğın baş verən zaman istifadə edə biləsən. Fövqəladə vəziyyətlə bağlı təlimin olmaması. Dediyim kimi, yoldaşlar, fövqəladə vəziyyətlə bağlı təlimin olmaması çox böyük bir problemlərdən biridir. Yəni biz daima yanğına hazır olmalıyıq. Baxın, birinci dərsdə dedim, biraz qəribə gələ bilər. Biz iş qəzalarını hardasa sıfıra sala bilərik. Hardasa müəyyən bir proseslərlə iş qəzalarını azalda bilərik. Amma yanğın təhlükəsizliyi daima bir yerdə durur. Həyəcan siqnalına qoşsaq durur, yanğın söndürmə sistemlərinə qoşsaq durur. İşçilər mükəmməl bilsələr də belə, yenə də yanğın olma ehtimalı daima olur. Ona görə biz fövqəladə vəziyyətə daima hazır olmalıyıq. Materialların yanğın sinifinə uyğun yığılmaması. Hə, bax bu əsas məsələdir. Yoldaşlar, gedirsiniz görürsünüz ki, bir anlara. Deyək ki, taxta materiallardır və ya kardon materiallardır yığılıb ora və onun yanında da tez alışa bilən mayelər yığılıb. Hansı ki, bunlar belə deyim də yanğın baş verib, təsəvvür edin ki, yanğın olubdur. Adamın birisi gəlir, fövqəladə hallardan gəlirlər onu söndürməyə. Yanında da boya var. Bu yanan bir kardon qutudur, bu da boyadır. Yanaşı yerləşib. Yanğın baş verir. Adam bilmir, yanan kardondur, yoxsa maye halında olan material, yəni maddədir, yəni. Suyu vurdu, neyniyəcək? Başlayacaq alışmağa. Baxın, burada da yazmışam. Fövqəladə hallar zamanı hansı kimin, baxın buna, yanğın zamanı hansı növ materialın yandığı bilinmədikdə uyğun söndürmə üsulunu seçmək çətinləşir. Yəni, mən yürüm tez ora su vurum, su ilə iş düzələn deyil, yoldaşlar. Buna görə mütləq şəkildə bir anbarımıza bir şəkil vurmalıyıq, plakat vurmalıyıq və ambardar bilməlidir ki, olur. Hansı məhsulu hara depolamalıyam mən? Yəni, tez alışan mayelərlə, B sinifinə olan mayelərlə A sinifinə olan mayelər yanaşı yerləşdirilməsi bir təhlükədir. Bunu mütləq nəzərdə saxlamalıyıq. Yanğın söndürmə sistemlərinin quraşdırılmaması. Yanğın söndürmə sistemlərinin quraşdırılmaması, misal çək, sədərək. Yanğın söndürmə sistemləri sədərək anbarında olsaydı, o yanğın bu qədər olmazdı. Yanğın söndürmə sistemlərində çəkimsə, yoldaşlar, hansılar, sprinterlər idi, baxdıq onların hər birinə. Su dumanları idi, tozlar idi, köpük idi və karbon dioksid, həmçinin təmiz ekoloji qazlar idi ki, biz onlardan birindən istifadə edib bu yanğınların qarşısını ala bilərik. Daha sonra taxta konstruksiyalı odadamlı məhlula hopdurulmaması. Bu taxta konstruksiyalar bizim qanunvericilikdə 85 nömrə əmrin 4.4 bəndində aydın şəkildə göstərilib ki, odadamlı məhlula ildə ən az 2 dəfə hopdurulmalıdır. Çünki o yanğın yükünü artırmış olur. Yanğın yükünü artıranda da nə olur? Yanğın böyümüş olur, yanğının şiddəti artmış olur. Yanğın şiddəti ilə yanğın yükü bir-birinə birbaşa əlaqəlidir. Bunu da məlumat verdim sizə. Statik elektrikə qarşı yerlə birləşdirmənin aparılmaması mütləq şəkildə torpaqlanma işləri həyata keçirilməlidir. Statik elektriki daima nəzarətdə saxlamalıyıq. İstər bu material anbar olsun, istər kimyəvi mallar yığılan anbar olsun, istər yanacaq doldurma məntəqəsi olsun, fərqi yoxdur, pestisitlər olsun. Mütləq şəkildə biz onlara qarşı yerlə birləşdirmənin aparılmasını tələb etməliyik. Müəssisə rəhbərinə tələb etməliyik və burada müəssisə rəhbəri birbaşa, həmçinin o məsul şəxs birbaşa cavab verir. Yanğın söndürmə balonlarının yerləşdiyi yerin işarələnməsi. Baxın, yoldaşlar, bəzən biz balonları asa bilmirik. Niyə? Balonları yerdə qoyuruq və s. başqa yerlərdə qoyuruq və yaxud götürürük, mən görmüşəm, yanğın söndürmə balonunun üzərinə mont qutu asıblar, görsənmir. Adam yanğın baş verib, hardadır? Bilmək olur. Ona görə yanğın söndürmə balonları daim elə yerlərə yerləşməlidir ki, onlar bizim gözümüzün qabağında olsun. Yanğın baş verəndə mən düşüb artıq axtarmıram. Baxın, yanğın söndürmə balonları bir-birindən nə qədər uzaqda məsafədə olsa sualını versəniz, bir-birindən maksimum 25 metr. Bu yanğın baş verib burada yanğın baş verir. 25 metrlikdə mən onu götürüb gətirib istifadə etməliyəm. Yəni 25 metrlikdən artıq uzaq yerdə olmamalıdır. Yanğın söndürmə balonları hər kvadrata 1 kilo salına bilər. Əslində məsələ belə deyil. Biz baxsaq yanğın söndürmə balonlara hansı yerdə, hansı qədər yerləşməlidir. O baxır o yerdə olan yanğının şiddətinə, o baxır yanğın yükünə, o baxır yanan materiallara. Ona görə dəyişir. Yəni, misal 5 mərtəbədə iş görür. Biz deyək ki, bizim 5 mərtəbədə işimiz gedir. Burada yanan material çox azdır. Mən deməli, bir dənə balon qoysam 3-cü mərtəbəyə bəs eləyir mənə? Xeyr, bəs eləyir. Ona görə hər mərtəbəyə bir dənə balon qoymam daha yaxşı ola bilər. Daha sonra yanğın söndürmə balonlarının yerləşdiyi yerin işarələnməməsi. O göstərdiyim işarələr var ki, hansısa gecədə işıq vuranda belə onda parıldayır ki, artıq işçilər bilir ki, yanğın söndürən balon hardadır, biz onu götürüb istifadə edə bilərik. Baxsaq standartlara, norma və qaydalara baxsaq deyir ki, yanğın söndürən balonlar 1.5 metrə qədər asıla bilər. Yoldaşlar, bu biraz, mən sizə deyim, mən bununla razı deyiləm. Ona görə hər kəsin fərqli fikir olur və bununla bağlı da danışa bilər. Çünki adam yanğın baş verib, həyəcanlanıb, onu oradan götürəndə sala bilər.
Başa düşürsünüz və yaxud deyək ki, onu oradan çıxartmaya bilər, çətin götürə bilər. Ona görə bu 1 metrlikdə yerləşsə, 1-20 santimetrlikdə yerləşdirsə daha məsləhətdir. Yanğınsöndürmə balonlarının əl çatan yerdə olmaması. Bəli, bunlar söylədiyim kimi üzərinə mont qutuqası və onu görmək mümkün deyil. Bu da yanğının baş verməsinin səbəbini artırır. İldırım ötürücünün yerləşdirilməməsi idi. İldırım ötürücülər mütləq şəkildə işçilər olan yerdə, ambar olan yerdə, fərqi yoxdur. Harda iş gedirsə, orada ildırım ötürücülər mütləq şəkildə olmalıdır. Bunu şirkət 2 dəfə gəlib ildə, 1 dəfə, 2 dəfə yoxlama aparmalıdır o ildırım ötürücülərin. Və onlar daima bəzi müəssisələr, mən bir neçə müəssisədə göndərmişdi yoldaşlar mənə. Mən baxmışdım ki, ildırım ötürücü ilə müəssisə demək olar ki, eyni hündürlükdədir. Olmamalı. O ildırım ötürücü o müəssisədə hündürlükdə olmalıdır. Və onlar yoxlanılan zaman mütləq şəkildə təhvil aktı verilir. Hər hansı yəni bir hadisə olsa narahat olunur. Yəni biz cavab deyilik. Onlar da o sertifikatı, təhvil aktını hardan alırlar, niyə verirlər daha doğrusu? Çünki Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə həmçinin dağ mədənlə bağlı işlərin həyata keçirilməsi ilə bağlı lisenziya alırlar. Bu lisenziya əsasında işə həyata keçirilir. Yəni ildırım ötürücünün yerləşdirilməməsi bir təhlükə hesab edilə bilər. Elektrik lampaların qarşısında tez alışan materialların yerləşdirilməsi. Yoldaşlar, bilmirəm niyə mən şəkil yerləşdirmişdim onunla bağlı. Bir dənə işıqdır yerləşdirilir, lampa yerləşdirilir, qabağında yanan material var. Həmən yanan materialı yandırmışdı. Biz onu həmən iş yerində çəkmişdik. Daha sonra elektrik kabellərinin istismara uyğun şəkildə istifadə edilməməsi. Bəzən müəssisələrdə və yaxud mən marketə gedirəm, görürəm ki, nazik elektrik kabelidir. Məsələn, onluqdur, atıblar yerə, üstündən sağa gedirlər, sola gedirlər. Ambarlarda da olur bu. Ambarda deyək ki, hər hansısa bir işi görür adam. Elektrik o kabelini sağa çəkir, sola çəkir. O hər hansı bir yerə ilişərək deyək ki, sıradan çıxmış olur və burada həm elektrik vurma riskini artırır, həm də yanğın təhlükəsini artırır. O elektrik xətti ayaq altında qaldıqca əzilir və əzilmə zamanı başlayır qızma verir. Qızma verən zaman nə edir? Yanğın çıxartmış olur. Yay aylarında istifadə edilən kondisionerlərə baxış edilməməsi. Biz yay ayında əgər deyək ki, qaldığımız ambarda, yerləşdiyimiz ambarda kondisionerdən istifadə ediriksə, çünki ambarlar belə deyirlər, açıq ambarlar var, üzəri bağlı ambarlar var və 4 tərəfə bağlı ambarlar var. 4 tərəfə bağlı ambarda mən əgər kondisioner istifadə edirəmsə, kondisioneri ən azından ildə bir dəfə yoxlatmalıyam. Ən azından. Yəni başlamadan öncə və yaxud ortasında, işin ortasında mən bunu istifadəsi zamanı mən bunu yoxlatmalıyam ki, burada o toz, hər hansı çirk yığılıb yanğın hadisəsinin qısa qapanmanın baş verməsinin qarşısını alsın. Qış mövsümündə istedici avadanlıqların nəzarət qoyulması. Yoldaşlar, ən böyük problemlərdən biri də budur. Qış mövsümündə istedici də qoyur, hər hansısa bir yerə qoyur, çıxır gedir, başlayır qızmağa. Qızan zaman nə alır? Qış mövsümündə istifadə edir, düzdür, iş yerlərində icazə verilmir, buna təsvir olsun ki, istifadə edilir. O kumtellər falan deyirlər də, bəzi şirkətlərin isitmə sistemləri, sobaları və s. var. Onların kabelləri bir dənə əlimizdən toxunsaq ona görək necə qızıb. O başlayır əriməyə. Çünki nəzarətsiz artıq neçə saatda qoyulduğu bilinmir və yanğın çıxarda bilər. İstedici avadanlıqların yaxınlığına yana bilən materialların yerləşdirilməsi. Mən çox görmüşəm. Yəni şəkillərini də göstərirəm. Bir dənə istedici avadanlıqdır, yanına da gətirir hər hansısa bir yanan materialı qoyur, başlayır o əriməyə. Mənim gördüyüm nə idi? Su disperseri var. Onun qarşısına gətirib şey qoymuşlar, isidicini və onu başlamışdı əritməyə. İsidici avadanlıqların yerə bərkidilməməsi. İsidici avadanlıqların yerə bərkidilməməsi aşması desək. Və yerə bərkidilməməsinin özü bir təhlükədir, çünki aşma riski yaradır. Görmüşəmmi? Görmüşəm. Onu da görmüşəm yoldaşlar. Əvvəlki işlədiyimiz şirkətlərin birini mənim başıma gəlib bu hadisə. Yəni adam qoyub gedib, isidicinin ayağı düz olmur. Necə olubsa aşmışdı. Aşan kimi də başlamışdı yeri bir dənə otağı böyük bir hissəsini sıradan çıxartmağa. İstifadə edilməyən kardon ambalajların olması. Əsas məsələlərdən biri. Ambara giririk, görürük ki, ambarlar, misalən, ayaqqabı gəlib, ayaqqabı nələrdə gəlib? Böyük bir yeşikdə gəlib və yeşiyin içərisində ayaqqabı yeşikləri var. O adam yanğın yükünü artırmış olur orada. Nə ilə artırmış olur? O böyük o qabı orada saxlamaqla, o qutunu orada saxlamaqla, o qutular və s. oradan çıxarılmalıdır. Onlar orada qaldıqsa yanğın törətmiş olacaq. Mən bu risk qiymətləndirməsini mən aparmışam yoldaşlar. Bunu sizlə paylaşacağım. Özünüz baxarsınız, ambarımızda istifadə edirsiniz. Mən bunu artıra bilərdim. 30-a 40-a qədər çatdırmaq olardı, özünüz istifadə edin. Baxaraq sadə bir şəkildə qurulmuş bir sistemdir və bunu istifadə edərək ambarımızda çox yanğınlarının qarşısını almış olarsınız. Buradakı yoldaşlar deməli sizlə göstərdim mən. Yanğın yükün hesablanması idi. Hansı ki, bunlar avtomatik olaraq həyata keçirilirdi ki, mən avtomatik olaraq, misalən, mənim deyək ki, bax, gəlin bunun üzərindən gedək yoldaşlar. Misalən, deyək ki, bu otaq nə qədərdir? Bu otaq 20 kvadratdır. Misal, 20 kvadratdır. 20 kvadratın üzərindən mən bunun ölçməsini aparacağım. 20 kvadrat götürdüm mən buranı. Burada kağız var. Kağız çox idi. Təbii ki, kağız burada misal olaraq deyək ki, nə qədər ola bilər? 200 kilo. Çünki bunun sağında solunda da var idi. 200 kilo kağız götürürəm.
Ağac var mı içəridə? Mebel var idimi? Bəli, ağır mebellər var idi, şkaflar var idi. Məsələn, bunu 400 kilo götürürəm, 400 kilo. Digər plastik kardon da var idimi? Bəli, buradan da görmək olur ki, ən azından kardonlar var burada. Kardonu məsələn nə qədər götürə bilərəm? Örnək olaraq verirəm, mən kardonu 5 kilo götürürəm. Yəni nisbi hesablama apardım. Nisbi hesablama apardım. Plastik bir saniyədə buraxdığı enerji çox yüksəkdir. Yəni 45-ə bərabərdir. Mən bunu nə edirəm? Bu zaman mən məsələn plastiki mənim orada var idi. Nə qədər var? Məsələn 5 kilo örnək olaraq bunu. Və artıq mən burada çıxarır ki, bu ümumi istilik enerjisi 10.715-ə bərabərdir. Bu 20 kvadrat metrdir və bölünən zaman 535 orta çıxır. Məsələn, mən bunu gəlin bir 40 götürüm, bölüm dəyişəcəyim bu 180. Mən bununla istənilən bir yeri, istənilən ambarı artıq avtomatik olaraq hesablama apara bilərəm. Sizdən sadəcə edə biləcəyiniz burada şeydir. Burada hər hansı bir dəyişiklik etməməkdir. Çünki mən burada bəzi funksiyalar yığaraq bunu istifadə etmişəm. Tamam yoldaşlar, ümumi qayda başa bir 10 dəqiqə məsələ ilə danışım. Ondan sonra sizlə bağlı nə suallarınız olarsa məlumat verərik, yəni danışarıq, bildirərik. Artıq 2 saatimizin yekunlaşmasına çox az müddət qalıb. Biz nə etdik? Biz yanğın təhlükəsizliyinə baxdıq, yanğın təhlükəsizliyində nələrə baxdıq, yanğın haqqında ümumi məlumat verdik. Yəni sizə geniş bir məlumat verdik, hansı ki bu yanğınlarda biz öyrənib sizlərə məlumat verə bilərik. Yoldaşlar, qısa bir şey haqqında məlumat verin. Bax mən 1500 nəfərdən çox adama bugünkü gündə təlim vermişəm. Bunun 400-ə yaxın işə qəbuldur. Yerdə qalan 1100 nəfər isə təkrar olaraq təlimat vermişəm. Və orada hər təkrarda mən yanğına toxunmuşam, hər təkrarda. Çünki niyə? Yanğın hadisəsi baş verirlər. İnsanlar bilsinlər ki, sabah təşvişə düşməsin. O 30 milyonluq ambar yanan şirkətə başa gələn bizim başımıza gəlməsin. Ona görə məlumat verin. Və mən həm Türk, həm Azərbaycan vətəndaşlarına təlim keçirəm. Türk vətəndaşlarından 4 nəfəri o yanğından sonra evlərinə balon almışlar. Çünki işçilərə göstərilən zaman, bu yanğın təhlükəsizliyi təlimatını göstərilən zaman mütləq şəkildə görsel olaraq göstərmək lazımdır. Baxın, sizlərlə video paylaşmışam. O video əsasında paylaşmaq lazımdır. O video əsasında danışmaq lazım ki, adamlar görsünlər, gözlərinin qarşısında canlansın. Məsələn, mən o videoda baxmışsınız, yəqin ki, istifadə edirsiniz projektorda bunu. 3 dəqiqə bir də otaq yanır. Deyir ki, işçi var idi, bir də həmən qayıt dedi ki, bəs bu dedi ki, qardaş, bu şeydir də, yəni təlim üçün çəkilmiş bir materialdır, olmadı. Belə dedim, olmadı. Məsələn, 1985-ci ildə İngiltərədə Brentford stadionu olmalıdır, səhv eləmirəmsə. Bir yanğın baş verir, 15:44-də baş verən yanğın 15:47-də bir dənə stadionu yandırır, kül edir. Və mən o videonu onu göstərirəm, YouTube-da var onun videosu, göstərirəm, artıq adam şoka düşür ki, ay Allah, bu nəyə edir? Yəni, bu mənə görə haqda danışdı. Artıq o adam anlayır ki, yanğın haqqında beyninə bir şeyi, mən onu presləmiş oluram. Sabah o, yanğın baş verən zamanı qorxmamış olacaq. Bizim iş yerimizdə ən böyük yanğınla bağlı təhlükə, ən böyük risk işçilərdir. İşçilərdir, çünki işçilər. Hadisə bizim müəssisəmizə podraçı şirkət gəlsin, bir qonaq gəlsin. Mən qonağım gəlmişəm sizin şirkətə. Girişdə mənə mühafizə mütləq şəkildə yanğınla bağlı ən azı 2 dəqiqə təlim keçməlidir. Ümumi danışmalı da o 2 dəqiqənin içərisində yanğın təhlükəsizliyi var. Yəni qardaş gedirsən, sən harda gəldi siqaret çəkilməzsən, siqaret çəkilmə yeri olardı. Öz başına hər hansı bir yerə getmir. Yanğın törədə biləcək hər hansı bir iş görmə. Çünki dünyada hər il 10 minlərlə, 100 minlərlə yanğınlar baş verir və bizim də gördüyünüz yoldaşlar Qarabağda nə qədər hektarların ərazi yandı, plus nə qədər bizim vətəndaşlar həyatını itirmiş oldu. Sabirabadda baş vermiş yanğın, aprel-may ayında baş vermiş yanğın, 4 nəfər öldü. Bax, bunlar haqqında məlumat verin və ən əsası. Məsələn, bugün Amerikada bir yanğın oldu, örnək verirəm, Azərbaycan olmasa Amerika olsun. Bunlar haqqında işçilərə məlumat vermək lazımdır. Bu işçi artıq məlumatda olsun ki, qardaş, orada baş versə, burada da baş verə bilər. Bunlar haqqında işçiləri məlumatlandırmayın. Yanğının səbəblərindən danışdıq, qanunvericilik standart qaydaları göstərdik, yanğın risk qiymətləndirməsini göstərdik ki, hansı yanğın risk qiymətləndirməsini aparmaq lazımdır, yanğın yükünü hesablanma qaydasını sizlərlə paylaşacağım, göstərdim. Yanğın söndürmə sistemləri var idi ki, hansı bu yanğın söndürmə sistemləri mütləq şəkildə şöbə rəhbərlərinə və yaxud hər hansı deyək ki, müəssisə rəhbərlərinə bildirmək lazımdır ki, etsin. Etmirsə artıq onun öz işidir, qardaş. Mən sadəcə olaraq nəzarət edib görüb məlumat verməyim. Yanğın həyəcan siqnalları bir müəssisənin ayrılmaz bir parçası olmalıdır. Binaların yanğın təhlükəsizliyindən danışdıq. Hansı ki, o da davamlılıq dərəcəsi 5 dərəcəni göstərdim. Passiv yanğın təhlükəsizliyi, aktiv yanğın təhlükəsizliyindən danışdıq ki, bunları mütləq şəkildə bilək. Mən bu slaytları sizdən bölüşəcəm. Bu slaytları siz artıq istifadə edib gələcəkdə hər hansı bir işiniz üçün özünüz üçün öyrənə bilərsiniz. Yenə deyirəm, yoldaşlar, hər hansısa bir işçiyə yanğın həyəcan siqnalı maraqlı deyil. Əgər varsa müəssisəmizə göstərin ki, nə tər basmaq lazımdır. Yanğın, belə deyim də, binaların yanğın təhlükəsizliyinə bağlı 5 dərəcə onlar üçün vacib deyil. Onlar üçün
sözüm, sırf praktiki göstərmək lazımdır ki, bax qardaş, yanğın baş verəndə sən bunu buradan alıb burada belə istifadə edə bilərsən. Mənim deyəcəklərim yoldaşlar bu qədərdir. İndi sizlərin fikrinizi bilmək istəyirəm, bir-bir xahiş edirəm hər kəs. Fərid bəyin, Tural bəyin sözü yoxdursa, əgər siz nə sualınız varsa soruşa bilərsiniz. Təşəkkür edirəm hər birinizə. Nə sualınız varsa soruşa bilərsiniz. Nə qaranlıq qalsa yenidən soruşa bilərsiniz. Yoldaşlar, mən həmişə deyirəm, bizim burada 2 dənə məqsədimiz var. Öyrənmək, öyrətmək. Mən nə sizdən ağıllı deyiləm, üzr istəyirəm, nə də siz məndən ağıllı deyilsiniz. Heç kim heç kəsdən ağıllı deyil. Hər kəs bura niyə girir? Bir şeylər öyrənir. Bu gün əgər mən sizə bir şeylər qatdımsa, mənim üçün nə gözəl. Və əgər siz də bizə bir şeylər qatsanız, bizim üçün nə gözəl. Məsələn, 2 gün, 3 gün bundan qabaq mən bir ildən yuxarı ki, mən elə bilirəm ki, bu balonlar, propan balonları ildə 3 dəfə yoxlanır. Saman bəy sağ olsun. Sizlər sağ olun. Dedi ki, bu 1 ildən bir yoxlanır. 1 ildən bir yoxlama deməyimiz mənim üçün çox böyük şey oldu. Mən öyrənmiş oldum. Bugünkü gündə də yoldaşlar, yəni əgər sizin də əlavə edə biləcəyiniz nəsə varsa, əlavə edə bilmək istəsəz danışa bilərsiniz və yaxud hər hansı bir sualınız olsa yenidən soruşa bilərsiniz. Mən bilməsəm siz bilərsiniz. Başqa bir yoldaş bilər, cevablaya bilər mənə. Buyurun yoldaşlar, söz sizin. Təşəkkür edirəm hər birinizə. Çox sağ ol Şahid bəy, biz sizə təşəkkür edirik. Təşəkkür edirəm Emin bəy. Çox sağ olun. Allah razı olsun sizdən. Şahid bəy salam. Salam Emin bəy. Sağ olun. Siz sağ olun. Çox gözəl keçdi, bililəndik, bililənimizi daha da artırdıq, minnətdaram. Bir sualım olacaqdı. Bəli. Təxliyyə planlarının müddəti nə qədər olur təxminən? Yəni bu bizim bildiyim qədərlə qanunvericilikdə var yoxsa yoxdur, amma təxliyyə planları var, amma müddəti barəsində diqqətimdən yayınıb yadımdan çıxıb. Emir bəy, belə deyim, bizim üzr istəyirəm, bir də əlavə edeyim yoldaşlar varsa, əlinizi qalımsız yoldaşlar, bir cavab verəcəm. Təxliyyə planları ilə bağlı biz QOS standartları varsa, orada çox geniş məlumat verilir. Bizim standartlara çox az məlumat verilir. Niyə? Mən qanunvericimizdə bizdə tapmamışam ki, hardasa bilərəm onu. Onun barəsində mən heç bir məlumat tapmamışam. Biz baxa bilərik, bax, 1.2-ci bəndə baxın, bir dəqiqə, mən yenidən paylaşım sizlə. Baxın, ətraflı məlumat verəcəm onun barəsində. Baxın, burada 1.2-ci bənddə qeyd olunmuşdu. Mən burada qeyd etmişəm yoldaşlar. Bir dəqiqə üzr istəyirəm. Baxın, yanğın təhlükəsizliyini təmin edirkən qaydalarla bərabər standartlar, baxın, standartlara da baxa bilərik. Biz standartlardan da istifadə edə bilərik. Yəni təkcə bizim qanunvericimizdə yoxdur deyə o istifadə etməməliyik. Və gəldik onun dəyişməsi. Onun dəyişməsi əslində bununla bağlı hər hansı bir tələb yoxdur, amma 5 ildən bir olsa daha yaxşı olar. Nəyə görə? Çünki o deyək ki, rəngi sola bilər, artıq o pis vəziyyətə qala bilər. Biz onu dəyişməliyik və nə vaxt dəyişə bilərik? Mütləq şəkildə. Biz bunu mütləq şəkildə eləməliyik. Əgər bir müəssisənin hər hansı bir hissəsi, deyək ki, bir otaq əsaslı təmir olunursa, yeni bir otaq tikilirsə, hər hansı bir iş həyata keçirilirsə, bu zaman biz təxliyyə planı dəyişdirməliyik. Amma belə baxsaq, fövqəladə demişsiniz, gətir 5 ildən bir məni yerinə. Xeyr. Sadəcə o əzilsə, artıq belə deyim də, biz onu ramkanın içərisinə salıq, hər hansı bir yerində bir cızılma və yaxud soğusa, biz onu yenidən dəyişdirə bilərik. Bu qədər Emir bəy. Başqa bir sualınız varmı? Çox sağ olun Şahid bəy, bir də təlimə görə minnətdaram. Siz sağ olun yoldaşlar. Başqa yoldaşlar kim əlin qalıbsa sual verə bilər. Salam Şahid bəy, hər vaxtın xeyir. Salam Rövşən müəllim, hər vaxtınız xeyir. Çox sağ olun, təşəkkür edirəm. Siz necəsiniz? Mən sual verim də. Buyurun. Xəstəxana palatalarında sayğaların sayı əsas mərkəzinin keçidinin eni nə qədər olmalıdır? Rövşən müəllim, mən bununla bağlı sizə məlumat verə bilməyəcəm. Çünki mən ümumi danışdığımız burada sırf yanğın təhlükəsizliyi ilə bağlıdır. Yəni mən hər hansısa bir belə deyim də, sizə tibb müəssisəsində işləməmişəm ki, və yaxud onun haqqında hər hansı bir məlumat oxumadığım üçün bununla bağlı sizə məlumat verə bilməm. Əgər sizin bununla bağlı məlumatınız varsa, heç bir problem yoxdur. Bizlə məlumat verə bilərsiniz. 101 sayılı qərarda göstərilir. Bunu yəni işçilər də bilməlisə, hamı bilsə daha yaxşı bilir. Ola bilər ki, burada xəstəxanada işləyənlər var. Yəni yadınıza gəlir də perinatal mərkəzdə yəni düzgün yanaşma olmadığına görə böyük bir itkilər oldu. Yəni körpələrin vəziyyətində idi. Ona görə orada xəstəxanalarda palatalarda çarpayların məsafəsi olmalıdır 0,8 metr. Əsas mərkəzi keçidi isə eni 1,2 metrdən az olmalıdır. Və yəni həmçində dolabçalar elə olmalıdır ki, elə bir keçidlərin şeylə tutmasında. Rövşən bəy, təşəkkür edirəm. Çox sağ olun. Bir də o bəyin dediyiniz şey, deyir ki, yəni təxliyyə planı nə vaxt dəyişməlidir? Təxliyyə planı əgər konstruksiya dəyişikliyi olduğu halda dəyişə bilər. Başqa dəyişməyə ehtiyac yoxdur. Bəli, məlumat verdim. Binada, məsəl üçün, əlavə...
Bəli, əsaslı təmir yenidən qurulma olarsa, bəli, yenidən dəyişiklik ola bilər. Çox sağ olun Rövşən müəllim. Qeyd aparmadım sizin dediyinizi, amma kayıtda, yəni yerdən baxanda dinləyəcəm dediyinizi. Çox sağ olun. Başqa yoldaşlar kiminlə sualı var? Şahid bəy, salam, hər vaxtınız xeyir olsun. Salam Vüqar bəy, salam, hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm. Bu yanlış sağ olun. təşəkkür çox gözəl bir təlim idi. İki dənə sualım olacaq. Bu düzdür, toxundunuz, biraz açıqlaması, biraz mənim özüm üçün biraz məlum olmalı. Bu yanğın söndürən balonları düzdür, balon istehsal edən şirkətlər bir il müddət qoydu onları da. Siz də dediniz ki, onun manometr düşməsi falan. Yəni onu hər bir halda, yəni gedib həmin müəssisəyə gedib yenidən gəlməlidir, bu düzdürmü? Bəli. Əgər onlar hər hansısa bir alət avadanlığı varsa, onlar yerdə yoxlaya bilirsə, gəlib sizin müəssisənizdə yoxlaya bilirsə, onlar göndərməyə ehtiyac yoxdur, gəlib yoxlaya bilirlərsə, Allah. Amma hər bir halda yoxlaması, dəyişməsi bu bir ildən bir olmalıdır. Balonu deyirsiniz, yanğın balonu deyirsiniz. Bəli. Yanğın balonunun bir ildən bir dəyişməsinə ehtiyacı yoxdur. Sadəcə bu bir nə deyim də marketinq bir yönümlüdür. Əslində qalsa düzgün xidmət aparılsa balonlara. Yəni siz ayda bir dəfə balonları, yəni belə də kimyəvi toz balonları silkələrsəz, sövrürsəz, orasına burasına baxsaz, əgər korroziyaya uğramayıb nəsə olmayıbsa da onu dəyişməyə, yəni yenidən dolma göndərməyə ehtiyac yoxdur. Yəni onu 5 belə deyək də bu standart ona 5 il deyir. Bəli. Səsim gəlir yoldaşlar. Əgər siz ona xidmət göstərmirsinizsə də, onun içindəki kimyəvi toz bərkimə olursa da, yəni yoxlanmırsa da, orada yəni savaq keyfiyyət, yəni yanğında istifadə etdiyiniz zaman keyfiyyətsiz bir nəticə görəcəksiniz. Ona görə yəni, düzgün xidmət olunarsa da 5 ildir kimyəvi toz balonu. Xidmət göstərilməsi nəzərdə tutulur deyəndə ki, yəni bu düzgün yerdə saxlanılması nəzərdə tutulur da. Çünki biz ona xidmət bax onun tək saxlanılması yox. Birincisi, uyğunsuz yerdə saxlanılanda onun təzyiqi avtomatik olaraq ya qalxacaq, ya düşəcəkdir. İkincisi, siz onu uyğun yerdə saxlamaqla yanaşı bir aydan bir qulluq göstərməlisiniz. Bəs o qulluğu deyirəm müəllim, o qulluq hansı formada keçirilməlidir? Yəni biz tərəfindən. Mən izah elədim axı, dedim ki, balonu götürürsünüz, silkəlirsiniz, aşağı yuxarı baxırsınız, korroziya uğrayan yeri yoxdur və s. bu kimi şey. Və qışda, qış aylarında, mən tövsiyə edirəm qış aylarında əsasən də dəniz kənarında olan yerlərdə onun üstünə örtü örtülsün. Örtüklər var, xüsusi örtüklər. O örtü ilə örtülür ki, balonu korroziyaya uğratmasın. Çünki dəniz kənarında duzlu su və yaxud da ki, duzlu su buxarı onu yeyir. Belə deyək də, korroziyaya uğradır. Təşəkkürlər müəllim. Şahid bəy, bu növbəti sual nədən ibarətdir? Bu dediniz, həmin belə deyək də müəssisədə müəyyən yerlər olur ki, təhlükə potensialı və yaxud da digər yerlər cavabdeh şəxslər seçilməli olar. Bəli. Qanunvericiliyə belə bir şey var ki, cavabdeh şəxslər seçilməlidir. Seçildiyi tədbirdə belə də müəssisə rəhbəri cavabdehdir. Bu heç bunu bildirir. Bu sual ondan ibarət ki, bu cavabdeh şəxslər də belədir ki, misal üçün mən istədim filankəs olsundan bitmir də, onu da müəyyən səriştəyə malik olmalıdır və yaxud da ki, təlim keçməlidir. Bu necə tənzimlənir bəlkə? Baxın, Vüqar bəy, bununla bağlı sizə bir şey deyim. Bu fövqəladə yoxlamaya gələndə Dövlət Yanğın Mühafizə Xidmətinin əməkdaşları. Onlar demir ki, misal Vüqar bəy cavabdeh vermisiniz, misal olaraq verib hər hansısa bir yerə. Onun gətirməli sertifikatını göstərir. Onlar sertifikat demir. Onlar deyirlər ki, cavabdeh şəxslərlə, sırf cavabdeh şəxslərlə bağlı təlimat keç, adamların imzasını al və bunu prosesi işə götürən tərəf bunu əmrləşdirsin. Artıq o adamın biliyi bacarığı olsun. Yəni mən misal sizin deyək ki, burada bir gün 56 nəfər var, deyək ki, o 50 nəfəri yığdım bir yerdə, təlim keçdim, izah elədim, göstərdim, praktik olaraq bu işləri həyata keçirib və bu işə əmrləşdirdik. Bu zaman bu keçərlidir. Yəni sizdən tələb olunmur ki, kimsə ki, Vüqar bəy, hər hansısa bir işçini göndərin, geçsin sırf o hər hansısa bir sertifikat əldə eləsin. Xeyr, bununla bağlı heç bir tələb yoxdur. Yəni sertifikatla bağlı bu günə kimi məndən nə də sizdən kimsə tələb etmir. Sadəcə siz necə, həm orada verəcəyiniz hansı ki şəxsləri siz cavabdeh verəcəksiniz, o şəxslər mütləq şəkildə ən azından bir görürsünüz bu adam biliyi var, bacarığı var, məsul şəxsdir. Siz hər hansısa bir fəhləni, hər hansısa bir belə deyim də, bu işləri zəif bilən adamı götürün verimsiz, yoxsa sən mütləq şəkildə yanğın təhlükəsində cavabdeh şəxs olmasın. Xeyr, o adam orada özünün razılığı da olmalıdır. Amma misal olaraq sizə deyim ki, könüllü yanğın dəstəsinə, könüllü yanğın dəstəsi istəsəz, yaradıb bunu verə bilərsiniz. Oldu, təşəkkürlər, çox sağ olun. Çox sağ olun. Fərid bəy, deyəcəyiniz var sizin nəsə?
Yox. Mən boğazım qurudan. Vaxt ayırdınız, təlim keçdik. Ümid edirəm hər kəsə faydalı oldu. Çox sağ ol, çox sağ ol. Suallar da ola bilər. Vaxt qismində çatdıra bilməyək, cavablandıraq. Digər müzakirə qrupunda ya suallar olduğu təqdirdə paylaşa bilərsiniz suallarınızı. Biz necə deyirlər, ya master klub üzvüdürsə, yəqin ki, burada kənar adam yoxdur, ancaq master klub üzvlərdir. Bəli, bəli. Cavablarını master kluba göndərərik. Bu bir. Suallar təbii ki də ola bilər bilmədiyimiz, yəni hər kəs burada necə deyərlər, Einstein deyil də belə deyə. Hər kəsin mövzu civarında, yəni təlim astanasında müəyyən bir çevrəsi olur. O çevrə daxilində təlim bizim iştirakımızla hazırlanır təbii ki. Hamısını əhatə etməyə də bilər. Çünki bu bir webinar kimi təşkil edirik. Yəni sırf professional təlim deyil ki, biz bunu ən xırdalığına kimi keçək. Bəli. Amma halbuki biz ən xırdalığına kimi keçirik. Yəni çalışırıq ki, bu informasiyalar dolğun olsun. Yəni hər kəs nəsə öyrənə bilsin. Hamının bildiyi yox, hamının öyrənə biləcəyi bir məlumatlar olsun. Bayaq Rövşən bəy xəstəxana ilə bağlı suallar verdi. Təbii ki, müəyyən standartlar mı deyim, tikinti məcəlləsindən tutmuş, onun layihəsindən tutmuş. Yəni onlar hamısı nəzərə alınıb təşkil olunur ki, məsələn, xəstəxananın tutumu nə qədərdir, gün ərzində nə qədər nəzərə alınıb, nə qədər adam girəcək, nə qədər çıxacaq, bunun təhlükəlilik dərəcəsi nə qədərdir, onlar nəzərə alınaraq müəyyən bir minimal təşkil olunur. Yəni, məsələn, dediyi kimi 1,2 metrdən az olmamalıdır. Təbii ki də onlar hamısı nəzərə alınaraq, necə deyərlər, razılaşdırmalarla həyata keçirilir. Bu qədər təşəkkür edirəm. Sonda yəqin ki, Şahid bəy, Tural bəy də fikirlərini bildirəcək, daha sonra yekunlaşdıracağıq. Hər biriniz vaxt ayırdınız, hər birinizə təşəkkür edirəm. Ümid edirəm hər kəs üçün faydalı oldu. Çox sağ olun. Tarık bəy, yəni Şahid bəy hər vaxtınız xeyir bir daha. Bəxtlər Rövşən idi. Bilirəm. Salam Rövşən. Deməli, çox üzrlü Sayman sonradan qoşuldu. Yəni, ümumiyyətlə təşkilatçılara çox təşəkkürümü bildirirəm. Həqiqətən belə faydalı təlim. Çox sağ ol Rövşən müəllim, çox sağ ol. Yəni, istər Tural bəy olsun, istər Fərid bəy olsun, istər siz olun. Və yəni başqa yoldaşlar da indi gələcəkdə təlimlər keçəcəklər. Çox təşəkkür edirəm ki, belə məlumatlar versiniz. Yəni gəlmirəm. Bizim məqsədimiz dövlətimizdə təhlükəsizlik mədəniyyətini formalaşdırmaqdır. Yəni mən belə başa düşürəm ki, bu qrupun yaradılmasında da məqsəd əslində o olubdur. Bəli. Çox təşəkkür edirəm. Yəni biz də öz bildiklərimizdən, bilmədiklərimizi öyrənib, bildiklərimizi də paylaşırıq təbii ki. İnşallah ki düşünürəm ki, uğurlu olacaqdır. Şəxsən mən bilmirdim sizin verdiyiniz informasiyanı. Çox sağ olun. Mən də öyrənmiş oldum. Sağ olun. Buyurun. Tural bəy, siz də danışın, yekunlaşdıraq. Salam yoldaşlar. Hər birini salamlayıram. Ümidvaram ki də belə deyək. Bir çoxunuzla belə şəxsi tanışlığım yoxdur. Burada deyək ki, misal sonradan Rövşən bəy qatıldı, amma gözəl qatıldı, fikirlərini bildirdi. Biz bu qrupdan təlimdən sonra link paylaşacağıq. Təlimdən sonranı deyim. Mövzular paylaşacağıq orada. Digər təlimlərimiz zaten bunlar sizin belə deyək də fikirlərinizdən, səs vermənizdən sonra olur. Mövzuları siz seçirsiniz, sadə siz təyin edirsiniz və biz təşkil edirik. Və biz bu təlimdən sonra master klubda link paylaşacağıq və orada siz deyək ki, qeydiyyatını keçərsiniz və iştirak sertifikat əldə etmək üçün və növbəti təlimlərimiz hansı mövzuda olacaq və hansı mövzuya daha çox toxunaq bu mövzu üçün. Xahiş edirəm hər biriniz qatılasınız o linkə və orada biz butonlar əlavə edəcəyik və orada siz öz fikirlərinizi bildirəsiniz. Həmin təlimdə bizim deyək ki, təşkil etdiyimiz təlimlərdə belə deyək də yanlışlıq olan tərəflərini bildirəsiniz və yaxud gələcəkdə bizim fəaliyyət planımızda var. Növbəti təlimlərimiz inşallah ki də biz ayda bir dəfə demişik ki, təlimlər təşkil edək və bu ay fikrimizdə var idi, bizim planımızda var idi. Uşaq evlərinə təlim keçirdək. Sonra danışıqlarımızda elə oldu ki, tətildən qayıtdı çox bəzi uşaq evlərinə. Biz məcbur olduq ki, biz belə deyək də həmkarlar arasında təlim keçirdək. Növbəti aylarda inşallah planımız var, uşaq evlərinə təlimlər keçirdək.
və bu təlimlərdə deyək ki, misal həmkarlar arasında təlim keçiriləndə siz bizə misal belə də təklif edə bilərsiniz ki, həmin linkdə təlimlərimiz kim olsun və biz əsas məsələn belə deyək, mütəxəssislərdən yox, öz aramızda seçirik. Məsələn, keçən səfər Sənan bəy oldu, bu səfər Sahib bəy oldu. Ondan öncəki risk qiymətləndirməsi təlimimiz oldu. Biz daha çox məsələn praktiki təlimlər üstünlük veririk. Misal kurslarda belə deyək də yazılı şəkildə deyirlər. Kağız üzərində çox vaxt təlimlər təşkil olunur. Amma misal bizim həmkarlar tərəfindən keçirilən təlimlər onlar fikirlərini bildirən də biz daha çox bilirik nə demək istəyir. Praktiki olaraq onlar bizə gəlir. Məsələn, Şahid bəy çox gözəl şəkillərini də, çox şəkillər misal Şahid bəyin öz tərəfindən çəkilmiş şəkillərdir və yaxud da bizim sahədə şəkillərimiz var ki, bizim adminlər arasında qruplarımız var. Onu müzakirə edirik. Oradan götürülmüş şəkillər var. Praktiki təlimlər oldu. Çox da gözəl təlim keçdi. Təşəkkür edirəm Şahid bəyə bir daha. Çox sağ olun Tural bəy, təşəkkür edirəm. Çox sağ olun müəllim. Bir də linkdə orada göstərəcəyik biz ki, növbəti təlimlərimizin mövzusu nə olsun. Saat mövzusunu təlimə yaxın qrupda paylaşacağıq və sizin təklifləriniz olacaq. Rövşən bəy, bir daha siz salamlayıram, xoş gördük, yaxşı qatıldınız aramıza. Lap belə təklif edə bilərik ki, misal bizim linkdə indi həmkarlarımız səs verməsində sizin adınız olarsa, təkliflər olarsa, ki biz burada bütün təşkili həmkarlarımızın səs verməsindən sonra edirik. Mövzu olsun, saat, vaxtım olsun, hər bir. Ki həmkarlarımız sizi təlimdə görmək istəyərsə, sizlə də danışa bilərik, siz də təlimə cəlb edə bilərik. İnşallah başqa bir sualınız varsa, yəni bizim də bir sualın belə deyək də fəaliyyət planımızdan bir bəndi deyim sizə. Bizim STM Həmkarlar İttifaqı var ki, bura həmin ittifaqa Rövşən bəy də üzv olub. Burada bizim qanunda boşluqlar var ki, hər biriniz bilirsiniz, istər yanğın təhlükəsizliyi ilə bağlı, istər elektrik təhlükəsizliyi, istər və qanun boşluğu var. Maddələrə uyğun işlər götürülmür. Bəzi şirkətlər STM-i şirkət olaraq götürür və 50 nəfər işçi keçdi, STM olsun, digərinə qarışmır. Kimi problemlər çox şirkətlərdə var. Və bu məsələləri biz belə deyək ki, bu STM Həmkarlar İttifaqı tərəfindən müzakirə eləyib, dövlət tərəfindən, məsələn, dövlət lazım olan orqanlara biz təkliflərimizi verəcəyik. Ki də bunun haqqında bizim danışıqlarımız gedir, görüşlərimiz keçirilir. İşte bu haqda da biz link paylaşacağıq və sizin tərəfinizdən olan suallar SHB-də olacaq bu səs vermə. Ki hansı belə deyək, qanun boşluqlarımız var, siz onu qanun boşluğu bilirsiniz, bütün sahə üzrə, bizim sahəmiz üzrə təbii ki, istər işə götürən tərəfdən, istər bizim tərəfimizdən olan boşluqlar var ki, bu cür olmalı deyil, bu cür olmalıdır. Yəni əgər səs çoxluğu o olacaqsa, biz həmin o da sualı belə deyək, masa üzərinə yatıracağıq və dövlətin lazım olan orqanlarına, qurumlarına bir müzakirəni edəcəyik. İnşallah işte planımızda var. Və başqa sizin sualınız varsa, buyurun, eşidirəm sizi. Rövşən bəy, sualınız olmamış olmaz, buyurun, eşidirəm. Təşəkkür edirəm, çox sağ olun dərs verdiyiniz üçün. Çox sağ olun. Başqa Həqiqətən çox dəyərlisiniz. Təklifləriniz də çox keyfiyyətlidir, həqiqətən. Çox sağ olun, çox sağ olun. Var olun. Başqa yoldaşlar, sualınız yoxsa biz yayımı dayandıraq. Tural bəy, üzr istəyirəm. İki şey əlavə edeyim, ondan da yekunlaşdıram. Yoldaşlar, bu videonu Tural bəy sağ olsun, qayd elədi, qayd var. İkinci də bir tərəfdən, mən keçən dəfə qeyd eləmişdim. Sabah inşallah hazır edəcəm onu. Var, amma yenə də işləyirəm üzərində. Suallar paylaşacaq. Əgər suallarda kim daha yüksək nəticə göstərsə, ona 51 nəfər, 50-60 nəfər arasından 2 nəfərə ən yüksək bal toplamış 2 nəfərə sertifikat veriləcək. Yəni bu sertifikata Fövqəladə Hallar Nazirliyinin metodikası əsasında verilmiş bir sertifikatdır. Həmçinin də Tural bəy də özü də sertifikatı, bizim SHB-nin sertifikatını təqdim edəcək sizə. Çox sağ olun. Başqa sual yoxsa yayını dayandıraq. Tamam. Çox sağ olun Şahid bəy. Yayını dayandıra bilərsiniz. Çox sağ olun, təşəkkür edirəm hər birinizə. Çox sağ olun. Çox sağ olun Şahid bəy, təlim əla keçdi, təşəkkür edirəm. Çox sağ olun Azad bəy, hər birinizə təşəkkür edirəm. Çox sağ olun.